Dostlar, növbəti vlogdan hamınızı salamlayıram. Bu günləri başlayırıq Poçtan. Poçtan deyəndə ki, səhər saat 9-un yarısında DHL-dən zəng vurublar ki, bağlamam var. Lüksemburgdan. Avtotunerdən sifariş eləmişdim. Gedək, indi o bağlamanı götürək, daha sonra davam edərik. Dostlar, bu nədir? Bunu mən sifariş eləmişəm Alfa Romeo üçün əslində, amma bu bir çox maşınlar üçün. Ümumiyyətlə Fiat, Chrysler, Alfa, bunlarda SGV deyilən bir şey var. Onun üçün də bypass lazımdır. Bu balaca bir şey 50 avrodur, yol pulusu da ən qədər. Deməli bu case nə üçündür? Bildiyiniz kimi bu BMW-lərin bu unlock problemi var. Onun üçün də bu case'i mən sifariş elədim ki, təhlükəsiz formada içinə beyni qoyub göndərə bilək. Beyni qoydunuz içinə, qapağını bağladınız, hər şey təhlükəsiz formada. The next day. Təkrar salam dostlar, axşam saat 7-dir, evə getməyə hazırlaşırdım. Bir stage 63 var, 205 quza. Stage 1 istəyir. İndi hal-hazırda onu gözləyirəm. Şimdi gəlsin, çıxardaq istəndə. O maşını biz bir dəfə ölçmüşük. Tamamilə stok maşındır. S deyil, sadə C63'dür. Əvvəlcə biz onu hava isti olanda ölçmüşdük. İndi stok vəziyyətində ölçəcəyik. Daha sonra light, ona çox light bir stage 1 yazacaq. Çünki maşın arxa çəkəndir və o motorlarda da stage 1-dən sonra təxminən 850 Newton filana qədər tork qalxır və arxa çəkən maşında bu boyda tork maşın idarə olunmaz bir şey olur. Mən onu nədə görmüşəm? CLS 63 var idi. 5.5 M157 motorla o maşında bir stage 1 elədik. 630-640 at gücü və 1000 Nm tork, yəni o maşın vəhşi bir şeydir. Nəysə, maşın gəlsin, qaldıraq biz onu stəndə. Əvvəlcə stok bir dəfədə, bir-iki dəfədə ölçəyə görə ümumiyyətlə maşın özü necə aparır, yəni keçən dəfədə nəsə dəyişilibmi yoxsa yox. Daha sonra dediyim kimi light bir stage 1 yazaq, baxaq görək necə alınır. Demək, maşını stok vəziyyətində dayan elədik. Dediyim kimi biz bunu əvvəlcə ölçmüşdük. İsti aylar idi, yay idi səhvlərimsə 465 at gücü vermişdi. Və hal-hazırda timing retard falan yoxdur. Intake ilə, yəni indiki intake ilə əvvəlkinin arasında təxminən 15 dərəcə fərq var. Yəni indi aşağıdır. Ona görə maşın təxminən bir 10 at gücü artıq verdi və elə 13-14 Newtonda artıq tork verdi. Belə baxıram, parametrlərə hər şey yaxşıdır. At-qat yoxdur, bir şey yoxdur. Yəni nok retarddən gedir söhbət yoxdur. Turbolar okey, yəni set point'i saxlayır, hər şey yaxşıdır. Yanacaq təzyiqi düşmür. İndi başlayacağıq buna yavaş-yavaş stage yazmağa. Stage 1 dediyim kimi çalışacağıq light bir şey eləyək ki, sonra problem yaranmasın. Deməli, birinci faylımızı yazdıq və aldıq 555 at gücü və 883 Nm. Dediyim kimi maşın arxa çəkən olduğuna görə çalışacağım torqu daha çox qaldırmayım. Torqu mümkün qədər 3000-dən sürüşdürdük bu tərəfə. Başda 3500-dədir peak torq. Qrafik stoka, yəni tamamilə paraleldir, çox ideal bir qrafikdir. Mən çalışacağım 4500-dən sonra biraz qaldıraq. Bax, qoy əvvəldə starta təsir eləməsin, yəni daha çox təkərlər buks eləməsin. Baxaq görək necə alınır. Hal-hazırda yazırıq. Daha sonra bir-iki dənə də dayan eləyək. Ondan da yəqin ki, yekunlaşdıracağıq. Yox dostlar, biz çox ala bilmirik, maşının xoşuna gəlmir. Buz qaldırmaq istəmirəm, 1.1, 1.2-dir maksimum. Timingdəki təəssüf ki, bizim gözəl 98 ilə daha çox timing verirsən, biraz da at-qat olur. Dediyim kimi artırmaq alınmadı, amma bayaq yadınızdadırsa dedim, torqu mən istəyirdim, azaldım. Biz elə bil eyni qədər at güc aldıq yenə. Sadəcə olaraq bir dəqiqə qoy bunları götürüm. Baxın, deməli 555 at gücü və 883 Newton torqumuz var idi və torq əvvəldə idi. Deməli 2500-dən 4000-ə qədər. Hansı ki bu RPM-də bizə bu torq lazım deyil. Bu yəni ancaq bizə mane olacaq. Buna görə torqu əvvəldən yığışdırdıq. Hardasa deyək ki, bir 30-40 Newton kəsdik əvvəldən. Amma pik at gücü eyni qaldı. Məsəl üçün siz draqda və yaxud da nə vaxtda sürəndə, belə deyək də, skoristlər dəyişiləndə onsuz da RPM gəlir, düşür 5000-ə, 4500-ə. Yəni ondan aşağı düşmür. Onsuz da yəni bundan əvvəl torq olmağının bizə belə də bir faydası yoxdur. The next day. Deməli, C63-ü bitirdik. 555 at gücü, 850, 840 Nm torq
Hər şey super, hər şey əla. Maşını yola saldıq. Bu gün isə növbəti gündə artıq belə bir 540-ımız var. G30 540. Deməli bu maşında nə iş görəcəyik biz? Burada F90 qazan quraşdırılıb və F90 qazan quraşdıranda da G30'da ümumiyyətlə fərq eləmir, 530 olsun, 540 olsun. F90 qazan bu maşınlarda salona uğultu verir, vibrasiya verir. Yəni uzun yolda, xüsusən uzaq yolda çox belə narahat edir əslində. Problemin həlli var, müəyyən həlli, amma biz bu dəfə biraz başqa cür eləməyə çalışacağıq. Deməli avtomobilin yiyəsi belə bir rezonator alıb, Vibrant'ın Ultra Quiet rezonator, artikul hardasa olmalıdır. Bunun 1144 olmalıydı bunun artikulu. Nəysə, belə bir rezonator var, 90 mm, daha doğrusu 89 mm, yəni 3.5 düym. Çalışacağıq bunu quraşdıraq bugün bu maşına. Sadəcə olaraq orada problem nədir? Birincisi 540'larda trassa səhv eləmirəmsə 80 ya 85 mm olur. İkincisi də ki, zavod rezonatora girən yer oval formada olur. Hətta çıxışı da oval formada olur. İndi biz çalışacağıq onu müəyyən formada keçidlərlə falanla həll eləyək. Əvvəl maşını qaldıraq, trassanı açaq. Orada bir yumru rezonator var, zavod rezonatorun yerində. Yəqin ki, o da F90'ındır, dəqiq bilmirəm. Onu kəsək, çıxardaq, daha sonra görək nə edə bilirik. Dostlar, maşını qaldırmışam. Yəni belə mükəmməl bir trassa var burada. Bu nə üçündür heç bilinmir açığı. Tuning. Bunlar hamısı tuningdir yəqin ki. Burada da belə bir möhtəşəm bir birləşmə var. Əslində dursaq biz bunu burada, bir kusok burada, bir kusok burada, bir kusok burada, bir kusok, yəni möhtəşəm də, yəni estetik cəhətdən yəni super bir şeydir. Yəqin indi tələsiblər, tələsik olub iş, ona görə belə gözəl ediblər. Çox düzü oynamaq istəmirəm bu maşının üstündə. Yəqin ki elə buradan kəsib, xaça bu da düz deyil, yəni burada bir ox üzərində deyil bu. Görək nə edə bilirik. Buradan və buradan kəsib. Məsələ bundadır ki, bu 80 mm-dir, bu 85 mm-dir, bunlar heç 76-dır yəqin ki. Bizim rezonator isə 90 mm-dir. 90 deyəndə 90 bunun içinə girməlidir. Yəni bu 94 falandır. Yenə də dediyim kimi çox vaxt sərf eləmək istəmirəm buna. Bu maşını yəqin ki biz nə vaxtsa bütöv trassasını yığacağıq. Ona görə hələlik rezonatoru bacardığımız kimi yerləşdirək ora. Görək başımıza nə gəlir. Deməli yoldaşlar, məsələnin çətin tərəfini eləmişəm. Dediyim kimi bunu burada Wi-Fi-dən kəsdim ki, biraz belə abırlı görsənsin deyə. Bunu sonra tam svarkaladım, üstdən, altdan, hər yandan. Yəni ideal düz bunu eləmək onsuz da alınmayacaq. Çünki burada trassanın özündə əyriliyi var. Amma mümkün qədər düz formada eləməyə çalışdım. İndi bir dənə qalır buradan bura. Bu da əslində burada olan rezonatordan çox hündürdür. Bunu çox yuxarı qaldırmaq olmur, dəyir ora. Yəqin ki, bir yarım sant falan qaldıra biləcəm. Buradan bura indi kusok eləməliyik. Bu tərəfini, bu 80 mm-dir. Bu tərəfini əyməli, daha doğrusu balacaqlaşdırmalıyıq başını. Bu tərəfi də rahat bunun içinə girməlidir. Və salam, ondan da yekunlaşdırmaq olar. Bitirdik nəhayət ki bunu. Belə çox qəşəng, gözəl şovumuz alındı. Bu yəni zavoddur, zavod deyəndə Vibrant'ın. Bu yəni polirovka olunmuş halıdır. Bu isə bizim əllə bu eybəcər şərtlər daxilində elədiyimizdir. Bu tərəfimiz biraz rənglidir, çünki burada temperatur çox idi. Burada turbo sıxıldığına görə turbanın qalınlığı çoxdur və ona görə də daha yüksək amperlə onu qaynaqlamalı olduq. Belə ümumi bu cür gözəl, qəşəng. İndi bunu quraşdıraq maşının üstünə. İndi bunu quraşdıraq maşının üstünə. Daha sonra yəqin ki, maşını çıxardaq çölə. Baxaq görək bir nə səsi gəlir bundan.